Gəncədə 17 yaşlı oğlan qəfil ölüb. Qafqaz Info bildirir ki, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanaların birinə çatdırılıb. Xəstəxanada müayinə zamanı onun öldüyü məlum olub. İlkin məlumata görə yeniyetmənin hazırlıqda olarkən halı pisləşib, onun epilepsiya tutması nəticəsində həyatını itirdiyi ehtimal olunur. Gəncə şəhər Birləşmiş Xəstəxanasından bildirildi ki, bugün saat 12:10 radələrində 2009-cu il təvəllüdlü şəxs xəstəxananın nəzdində olan Akademik Məmmədov adlı xəstəxanaya gətirilib. Həkim heyəti tərəfindən onun həkimə qədər ölüm faktı qeydə alınıb deyə açıqlamada qeyd olunub. Ağcabəddə 1 yaşlı körpə vəfat edib. Ağcabəd rayon mərkəzi xəstəxanasından bildirildi ki, yanvarın 13-cü saat 23:30 radələrində 2025-ci il təvəllüdlü körpə qıcolma spazması diaqnozu ilə xəstəxananın uşaq şöbəsinə gətirilib. Daha sonra yanvarın 14-ü körpənin valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Yanvarın 16-cı saat 11:40 radələrində körpə yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabəd rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub. Yanvarın 25-də körpədə yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb, lakin aparılan müalicə və reanimasyon tədbirlərə baxmayaraq saat 19:30 radələrində körpənin ölüm faktı qeydə alınıb. Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşı dünyasını dəyişib. AzXəbər.com xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib. Bildirilib ki, Orxan Məhərrəmov Malaziyanın Kuala Lumpur şəhərində təlimdə olarkən halı pisləşib, daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb. Mərhumun cənazəsi Bakıya göndəriləcək. Anamada hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Kamboca krallığında keçirilən humanitar mina təmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Anamanın mina axtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib. Yanvarın 18-də isə o Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də həyatını itirib. Bugün səhər saatlarında İmişli şəhər Cəfər Cabbarlı küçəsində ölümlə nəticələnən yanğın baş verib. Sürahi Quliyevaya məxsus ümumi sahəsi 77 kvadrat metr olan 3 otaqlı evdə naməlum səbəbdən yanğın başlayıb və qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 27 kvadrat metr sahə yanıb, qalan isə mühafizə olunub. Yanğın yerinə baxış zamanı bir nəfər kişinin meyidi aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. Müəyyən edilib ki, ölən şəxs həmin evdə kirayə yaşayan İmişli rayonu Qaradonlu kənd sakini 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrətoğlu Fərəcovdur. Faktla bağlı araşdırmalar aparılır.